Baba, orada necə tapdınız narkotiki? Mən bir dənə sizə bir şey etiraf edeyim. Mən girmişdim Afrikaya. Yəni mən narkomanamsa, istər-istəməz narkoman tapan şeydir. Bu narkotiki mən tapacağam da yəni. Çünki mənim başımın içindəki bir dənə fikir var ki, mən narkotik necə tapım? İnsan da nə fikirləşir, ona nail olan şeydir. Elə bilin ki, şeytan vəsvəsəni deyim, yoxsa şeytan özümü gətirib çıxardır. Mən indi asıllıqda narkoman görmürəm. Niyə? Çünki mən başımda narkotik narkomanları söndürmüşəm. Ona görə də mənim qabağıma ancaq müəllim çıxır, nə bilim, dövlət işçisi çıxır, müəllimə çıxır, həkim çıxır, namaz qılan çıxır. Bəs əsgərdə istifadə elədiniz narkotikdən? Müharibədə ağır narkotikdən istifadə edirəm. Ağır narkotiklərdən. Orada niyə ehtiyac duydunuz ki, narkotikdən istifadə edəsiniz? Müharibənin çətinlikləri idi, yoxsa müharibənin çətinliyi öz yerində. Amma mən hardasa da istəyirsiniz orada, yəni nə cürət çətin situasiyalarda olum. Amma mən yenə də ağır maraq canımda. Amma narkotik varsa mən onu mütləq istifadə etməliyəm. Orada yəni tək istifadə elədiniz, yoxsa əsgər yoldaşlarınızla yəni? Belə istifadə edən də var idi, amma mən yəni tapırdımsa onunla xədi istifadə edirdim. Eqasitə olaraq narkoman. Tezə həm də istəmirdim çox adam bilsin, eləsin. Həm də istəmirdim ki, kimsə görər, bir dənə meyli göstərər, deyər, mən deyirəm, müharibədir temboli. Fikirləşmirsən ki, bu gün varsan, sabah olmaya da bilərsən də. Çünki müharibədə garanti yoxdur ki, sən sağ qaydasın. Mən neçə dəfə ölümlə üzləşmişəm, görmüşəm yanımda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, veteranlarımızı Allah qorusun. Yəni ağzınızda müharibə deyirsiniz.